Kimsən, hardan gəlmişsən? Adım Hərbidir. Əmir Muaviyyət İbni Əbu Süfyana məktub gətirmişəm. Təhcə Əmir Əl-Möminin desən kifayətdir. Əmir Əl-Möminin. Get. Dayan. Məktubum var. Kimdən? Həsən İbni Əlidən. Gəl. O gündən ki, Əmir Əl-Möminin Əli, Allahın salamı olsun ona, vəfat elədi, müsəlmanlar mənimlə beyyət elədilər. Mənim bu məktubu yazmaqda məqsədim Allahın dərgahında sənin barəndə üzürlü olmağımdır. Odur ki, batildən əl çək, haqq tərəfə gəl, tığyankarlığı tərk elə və müsəlmanların qanını tökməkdən çəkin. Bəlkə bununla Allah müsəlmanlar arasında mehribanlıq yarada. Yox, əgər bunun əksini eləsən, müsəlmanları sənin üstünə qaldıracağam. Haqqın məhkəməsində də Allahı özümlə sən arasında hakim qərar verəcəyəm.
Həqiqətən hakimlərin ən gözəli odur. Heç inanmırdım mənə belə məktub yazsın. Niyə inanmırdın? Buna necə cürət eləyir? Xilafətindən bir neçə gün keçməyib. Hələ ki, hakimiyyətinin əsası möhkəmlənməyib. Sən olsaydın yazardın? Mən yox. Amma o yazıb. O həmin atanın evladıdır. Atası heç belə məktub mənə yazmazdı. Niyə? Yazardı. Yəqin həddən çox güclü tərəfdarı var ki, belə cəsarətlə bu addımı atır. Bəlkə də yox. Yox. Məyər görmədin? Açıq-aşkar məni müharibəyə çağırıb. Yox, tabeçiliyə çağırır. Nə fərqi var? O ki, bilir mən tabi olmayacağam. Əbu Süfyanın oğlu, sənlə mənim çətinliyimiz ondadır ki, biz onun rəftarını öz məntiqimizlə ölçürük. Hələ ilə də belə çətinliyimiz var idi. Sən də mən anlamalıyıq ki, bizim fikirlərimiz tamamilə ayrı-ayrıdır. Ona görə də onların işlərindən baş çıxara bilmirik. Elə addım atırlar ki, bizim fikrimizcə onu atmamalıdırlar. Amma atırlar. Və heç bir məntiqə sığmır. Əlbəttə bizim fikrimizcə. Yenə də deyirəm, biz Əbu Məhəmməd barədə diqqətli olmalıyıq. Elə təsəvvür eləməliyik ki, qarşımızdakı əlidir. Nəinki təcrübəsiz bir cavan. Məktub bir sirr olaraq aramızda qalmalıdır. Təkcə şahidimiz o qasiddir. Bəlkə naməni o da oxuyub. Bu xatalı bir məktubdur. Məzmununu heç kim bilməməlidir. Düz deyirsən. Heç kim bilməməlidir ki, o cürət eləyib, mənə belə bir məktub yazıb. Bu məktubu gətirən qasid hardadır? Ey Büsür! Qasidi gətir. Selamünaleyküm. Qasid, adın nədir? Hərb sərdar. Haralısan? İranlıyam. İranlı? Küfədə nə yazırsan? Səfərə çıxmışdım. Azüqəm qurtardı. 10 sikkiyə bu məktubu Dəməşqə gətirdim. Əgər mən burada olmasaydım və əmir də oxumaq bilməsəydi, onda nə yiyəcəkdin? Məktubu mən oxuyardım. Sən oxumaq bacarırsan? Bəli. Deməli oxumaq bacarırsan? Çox gözəl. İranlı olasan, ərəb dilində oxuyasan. Bu məktubu oxumusan? Yox, əmir. Aldatmırsan. Yox. De görüm, yol əsnasında şeytan vəsvəsinə aldanıb məktubun içindəki ilə maraqlandın? Yox. Mən olsaydım maraqlanardım. O bizdən nəsə gizlənir. Şiələrdən deyil. Sarayım xoşuna gəlir? Nə deyə bilərəm, əmir? Kəsranın sarayından gözəl deyil? Mən oranı görməmişəm. Həsən İbn Əlinin evini ki görmüsən? Hansı gözəldir? Bu sır. Bu qasidat zindana. Yoxlayın görün kimdir və nə bilir. Yeri.
Keç. Aç görüm. Aç qapını, Sərdardır. Keç. Tərpən. Zindanban. Aç qapını. Nə dayanmısan? Aç gerek. Sal aşağı. Keç. Geri görüm. Hey, hala baxırsınız. Sən sus. Ağzını yalnız səndən söz soruşan da aça bilərsən. Bilmirəm gözünü qorxudan belə zilləmsən, yoxsa yekə başlıqdan. Amma geç tez bilinəcək. Hələlik mən gələnə qədər qoy burada qalsan. Baş üstə Sərdar. Ona biraz su ver. Al iç. Sakit ol. Günahı nədir? Əlindən qaçan qula görə əmirə 10.000 sikkə borcludur. Həmin qul əmirin sərdarlarından birinin idi. Əmirin sərdarı deyildi. Qəbilələrin birinin sərkərdəsi idi. Axır bilmirəm. Qul qaçıb, əmir də 10.000 sikkə o sərdara tavan ödəyib. İndi ya gərək əmirin pulunu qaytarsın, ya nökəri tapsın, ya da hər sikkənin əvəzində bir qamçı yesin. Nə gizləyirsən? Qulu necə tapsın? Axı o burada əsarətdədir. Mən nə bilim. Məyər mən tutmuşam onu? Ay Allah! Ya Həzrət İsa! Mən burada sağ çıxmaram. Qoy həlin açın. İnşallah zərbəsi. 1000 zərbəyə çatmamış canı çıxacaq. Çünki hələ 150 zərbə vurublar, artıq meyit kimidir. 10.000 zərbə. Cəllada versəydilər bundan rahat olardı. Gözlərini aç. Bax mənə. Mənəm. Hərbi ibn Abdullah. Həmin qaçıb gedən qul. Nə danışırsan? Qalx ayağa. Gözətçilərə xəbər elə. Məni təhvil ver. Qalx. Canını qurtar. Qışqır. Məgər görmürsənmi? Mən həmin sənin əlindən qaçıb gedən qulam.
Fatimə, qapını aç. Buyur, qorxmuram. Dedim axı qorxmuram. Salam. 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 Əmmi hardadır? Buradadır. Salam. Salam. Nəsə baş verib? Hərbi tutublar. Nə dedin? Mən biləni bir qasid kimi. O, Əbu Məhəmməd tərəfdən Maviyəyə məktub gətirmişdi. Maviyə də əmr edib ki, onu zindana salsınlar. Əba Məhəmmədin qasidi? Axır gözünü küfəyə çatdırdı. Əhməd və Salihdən nə xəbər? Xəbərim yox. Onu tanımayıblar kələ. Bilməyiblər ki, odur. Kaş onu tanımayaydılar, əmican. Kaş onu tanımayaydılar. Bədbəxtlikdən onu elə yerə salıblar ki, qul satan da həmin yerdədir. Qul satana hər gün şallaq vururlar. Ona görə ki, əmir qaçan qulun tavanını İbn Yaqub ödəyib. Sən onun üçün bir iş görə bilmədin? Bəs niyə onu başqa yerə salmadın? İstədim, olmadı. Hüsr İbn Ərtad orada idi. Aydad ibidad. İndi ona neyniyəcəklər? İstədiklərini artıq elədilər. Maviyənin göstərişi ilə onu behişdə göndərdilər. Behişdə? Dəhşətli yerdir. Rəşid ora haqda mənə danışmışdı. Orada heç kəs 3-4 gündən artıq tab gətirə bilmir. Ağır ölümdür. Biz bir tədbir görməliyik. Heç nə eləyə bilmərik. Xilas el onu. Bir bəhanə ilə zindanın qapısını açıq qoy. Şərait yarat qaçsın. Hətta qaçan da ölsə də yenə də ondan yaxşıdır. Kömək el ona. Bu mümkün deyil. Mənim özümün də ora daxil olmağa icazəm yoxdur. Bir də ki, mən təkcə bu işin öhdəsindən gələ bilmərəm axı. Gözətçilər çoxdur. Bizi apar içəri, biz sənə kömək eləyərik. Axı necə? Nə adla sizi aparım? Nə adla? Uşaq danışma. Hər yerə gedib, öz qəbilənizdəki cəmaatla söhbət eləyin. Onları Həsən İbn Əliyə beyyətə çağırın. Gedin, İbn gedin. Abbas. Allahın amanında. İbn Abbas. Sən bilirsən Əba Məhəmməd Maviyə nə yazıb? Yox demə, yəqinim var ki bilirsən. Bəli, bilirəm. Cəmaatın nəzərindən gizli məktub? Bəlkə onu dostluğa çağırır. Ədaləti qəbul eləyib pislikdən çəkindirən bir çağırışdır. Necə ki, Cəddi Peyğəmbərin və atası Əli-i Murtezanın yolu idi. Ədalətə çağırış? And olsun Allaha ki, Əbu Sufyanın oğlu ölməyincə ədalət bərqərar olmayacaq. Aranızda Hindənin oğlunun xəbisliyindən məndən çox kimin xəbəri var? Sənin? Məyər Busur İbn Ərtad onun fərmanı ilə iki övladımın boynunu vurmadı? Onda niyə bir şey eləmirsiniz ki, Əba Məhəmməd döyüş əmri versin? Bacarmaram. Vallah ki, itayət eləsə və Həsən İbn Əli tövbəsini qəbul eləsə, onunla bir süfrə kənarında əyləşəcəm. Bizsə yox.
Biz Maviye ilə döyüş naminə beyyət eləmişik. Əba Məhəmməd hər kimdən beyyət eləyibsə, yalnız itayət naminə eləyib. Axı bu söz söhbət nəyə lazımdır? Küfə onunladır, Qeys. Sən belə fikirləşirsən İbn Umeyr. Doğrudan Kufə onunladır? Həqiqətən bu cəmaat hamılıqca onun arxasında durublar. Onunla beyyət eləyən bütün bu cəmaat məyər küfəli deyil? Əbu Süfyanın oğlu əhdini sındırıb hiləgərlik eləyən zaman Əmir əl-Möminin Əli neçə günlərlə nüxeylədə oturdu. Azacıq bir dəstədən savayı heç kim Müaviyyə ilə döyüşə getmədi. Kinayəyi danışırsan? Həsənin məhəbbəti ürəklərdə Əlidən də çoxdur. Elə adamlar Əba Məhəmmədə beyyət ediblər ki, atasıyla düşmən idilər. O düz deyir. Düz deyir. Bəlkə yenidən təbillərin səsi cəmaatı nüxeyləyə çəkə. Allah eləsin, təki sən deyən olsun, əşə. İbn Abbas, son sözüm olsun. Əmin oğluna de, Kufə onunla yalnız Şamla müharibəyə qalxıb, Muaviyə ilə mübarizəyə görə beyyət elədi. Və salam, gedək. Gözətçilər, hazır olun. Rəşid dedi ki, bu hovuzun kənarında gözləyək onu. Harda olsa indi gəlib çıxar. Özüdür gəldiniz. Orada dayan. Özünü aç. Adını de. Həmzət ibn Xalid. Səni kim buraya gətirib? Saray gözətçilərindən biri. Dünya və ahirətin kimin əlindədir? Əmir əl-Möminin əlində. Sən kimi Əmir əl-Möminin sayırsan? Muaviyyət ibni Əbu Sufyanı. Əgər o günahsızı öldürməyini desə, eləyərsən? Bəli, çünki yəqin bilirəm ki, o günahsız deyil. Sən Əmir əl-Möminin üçün casusluq eləməyə razısan? Əgər o istəsə, bəli. O istəyir. Hazıram. Özünü Kufəyə çatdır. Əba Məhəmmədin qoşunun içində özünə nüfuz qazan. Eşitdiyin bütün xəbərləri Züheyr İbn Zeydədir. Züheyr, niqabını aç. Onu yadda saxla. Sənə hər nə göstəriş versə, yubanmadan yerini yetir. Baş üstə. Zəhmət haqqında ayda 100 qızıl sikkədir. Pulları Züheyrdən alacaqsan. Allah əmirin ömrünü uzun eləsin. Get, yubanmadan hərəkət elə. At və qılıncın yoxdursa, versinlər sənə. At varımdır, amma qılıncı yoxumdur. Ged al.
Üzünü bağla. Baş üstə. Növbəti adam gəlsin. Orada dayan. Üzünü göstər. Adını de. Kəbibini əmir. Hardansan? Dəməşqdən. Aç. Salam. Bu səfər xərci. At və qılıncın var? Qılınc yox. Ged ora. Yəqin sənin də at və qılıncın yoxdur. Atım var, amma qılıncım yoxdur. Nə əcəb. Heç olmasa sənin atın var. O birilərinin nə atı var, nə qılıncı. Amma bilirəm ki, hamısı yalan deyirlər. Hansını istəyirsən seç. Bu yaxşıdır. Bu çox iti qılıncdır. Bir zərbiyə adamın başını yerindən üzər. Əlbəttə, bunun üçün güc lazımdır. Salam. Bu səfər xərci. At və qılıncın var? Qılınc yoxumdur. Ged ora. Gəl. Neynirsən? Orada dayan, ehtiyatlı ol. At və qılıncın var? Yox. Ora get. Gəl. Ölüblər? Yox, bihuşdular. Gəl. Gəl. Onu götür. Gəlin. Yallah. Tələsin. Yallah. Tez olun.
Verin mən aparım səni. Lazım deyil. Behiş misafirlərdir. Özüm apararam. Ya Allah! Gəlin. Sakit ol. Gedək. Ya Allah! Zindanban! Zindanban! Aç qapını. İcazə yoxdur. Özün bilirsən ki, bu qapını açmaq olmaz. Aç qapını. Sərdar Büsür ibn Ərtad buradadır. Özü göstəriş verib. İndi harda olsa gələr. Bu iki nəfəri təhvil almalısınız. Nəyi gözləyirsiniz? Cəld olun. Aç qapını. Gəlin. Təhvil götürün. Hey, gözətçi! Gözətçi! Gəlin, kömək eləyin. İndi silahlanacaqlar. Tez olun, kömək eləyin. Kömək eləyin. Get, ora. Gəlin. Gətirin onu, tələsin. Neyinirsiniz? Sizinleyim. Gözətçilər. Hey, neyinirsiniz? Gözətçilər. 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 Aç kapını. Aç kapını diyelim sana. Aç kapını. Gel. Aç kapını deyirəm. Aç kapını. Hey, ne diyorsun? Ben tuzağına Aç kapını. Aç kapını deyirəm sana. Aç kapını. Gel. Tez ol. Gel şimdi tez ol. Aç kapını. Bu kapı açmalı. Aç kapı. Bak bu kapı açmalı. Aç kapını. İtalyanın gözü verin. Aç kapını deyirəm sana. Aç kapını. Aç kapını deyirəm sana. Aç kapını. Güç verin. Aç kapını. Aç kapını deyirəm sana. İtalyan. Gelin. Tez. Gelin. Yuvanmayın, gelin. Biçare. Hələ aparmağa gəlməyiblər. Hər gecə zindanda ölənləri bu yolla çölə çıxarırlar. Dayanın.
Gəlin, cəld olun, tələsin. Tələsin. Salam əmican. Salam uşaqlar. Salam ata. Hərb. Tələsin uşaqlar. Atlanın. Cəld olun. Atlanın. O alçaq kişi bura gələn gündən hamını toplayıb ətrafına. Bilmirəm başında nə xam xəyal var. O biri çadırda da deyəsən nəsə xəbər var. Bu ayaqdan get gəldi ora. Biraz da qabağa gedək, görək nə baş verir. Gedək. Yaxşı, hansı arxayınlıqla onun sözlərinə inanaq? Siz tayfa başçılarısınız. Sözünüzün kəsəri var. Çiftliğində Muaviyə ilə mehriban idik. Nə olsa ki söz verdi, əməl eləmədi. Elədir, düz deyil. Məni möhtəmə buraxın. Ziyan görməzsiz. Sizin əlinizin altda minlərlə döyüşçü var. Yaxşı pul qazana bilərsiniz. Muaviyədən ötürü qılınca el atmayacaq. Bizim onunla bir işimiz yoxdur. Onunla işimiz yoxdur. Onda Həsəndən ötürü də döyüşməyin. Necədir? Yaxşı ticarətdir. Yaxşıdır. Döyüşməsək nə qədər verərsən? Hərənizə 200 sikkə. Azdır, 200 çox azdır. sikkə? 200 sikkə azdır. Bu işin qarşısında heç nədir. Həsən Peyğəmbərin övladıdır. Yaxşı, 500 sikkə. Sizin hərənizə 500 sikkə və hər bir döyüşçüyə də 50 sikkə. Qəbul elə, razılaş. Yaxşı, razıyam. Hamısını qabaqcadan olacaq. Bu düzgün deyil axı Əbu Ömər. Yarısı qabaqcadan, yarısı da dava dalaşdan sonra. Razılaş, qəbul elə. Razıyam. Biz səni tanıyırıq İbn Cabir. Əgər sözünə əməl eləməsən qılınc yolu ilə həll edəcək. Arxayın olun. Biz sözümüzün ağasıyıq. Razılaşdıq. Razılaşdıq. Mübarəkdir. Ağzınızı şirin eləyin. Nə baş verdi? Sonra. Nə oldu? Gəl. Salamün aleyküm. Aleyküməssalam. Buyurun. Ya Allah. Üzürlü hesab elə bizi. Heç kim hazır deyil. Dilimizdən Əba Məhəmmədə salam söylə və de ki, biz sənlə beyyət eləmişik. Sən Peyğəmbər balasısan. Amma biz dava dalaş əhli deyilik. Kişilərimiz yorğundular. Müharibəlik halları yoxdur. Bu bizim tayfanın kişilərinin sözüdür. Hələ ki müharibə yoxdur. Əba Məhəmməd sizin ona arxa olmağınızı istəyir. Bilmək istəyir müharibə olsa və Müaviyyə ilə cihad eləməli olsa, siz neyəcəksiniz? Eləyəcək. Biz Əba Məhəmmədin tərəfindəyik. Ona qarşı çıxmarıq. Sadəcə bir tərəf qalacaq. Axı Rəsulullahın oğluna bu cavab deyil. Sizin neyniyəcəyiniz qəti aydınlaşmalıdır. Ehtiyatlı ol. Yaxşı. İşlərimiz müharibədən yorulublar və bir də ki,
qardaş qırğınına razı deyilik. Boynunuzda olan dini vəzifənizə nə deyirsiniz? Bəs cihad necə olacaq? Dedim axı, bizim onunla beyyətimiz sülh dövründədir. Əgər müharibə olsa bir tərəf qalacaq. İcazənizlə. Kimsən? Səninləyəm. Kimsən? Cəsusluq edirdin? Cavab ver. Yaxın ya görüm. Nə olub? Salam. Əleyhissalam. Salam. Siz kimsiz? Qorxma. Dostuq. Əba Məhəmmədin tərəfdarıyıq. Bu qəbilədən siz? Yox. Şamdan gəlmişik. Əba Məhəmmədi ziyarət eləmək qəsdi ilə. Bəs burada nə edirsiniz? Deyərəm.